Holland rəssamı Hieronim Bosxa cəhənnəmi görmüş rəssam deyirlər. Əsərlərində bu mövzuya çox yer vermiş rəssamın Acgözün ölümü tablosuna nəzər yetirək. Uzun dəhlizə bənzər bu məkan yataq otağıdır, lakin daha çox axirət yoluna bənzəyir. Döşəmədə poladdan zirehli geyim var. Deməli adam bir vaxtları məşhur, hörmətli vəzifə sahibi olub. Rəssam adamı 2 dəfə çəkib. Cavan və sağlam, qoca və xəstə vaxtı. Adam öncələr sandığa pul yığmaqla məşğul idi. Lakin sandığın içində cin şeytan var. Deməli bu qızıl pulları o düzgün yolla qazanmayıb. Mələk qoca və xəstə adamın çiynindən tutub. Cin şeytan isə ona pulla dolu torba göstərir. Acgöz mələyə deyil, torbaya əlini uzadır. Ölüm əlindən isə qapını açıb ona baxır. Pəncərədə olan İsa Məsih ona yardım edə bilməz, çünki bu adam çoxdan qəlbini şeytana satıb.